digər xəlifələrlə müqayisə eləməyək. Neçə cəhətdən Məmun digər xəlifələrdən fərqli idi. Allah lənət eləsin, imam qatili idi, nə idisə, amma digər xəlifələrdən fərqli idi. Əvvələn alim idi. O biri xəlifələrin işi gücə araq içmək, axmaq hərəkət eləmək, qızla gəzmək, kef eləmək nə idisə, Məmun isə nə idi? Elm əhli idi, yəni savadlı idi. Dədəsinin dövründən çalışmışdı ki, fikriniz eşitən kitaba, alimlərə, elmə əsr. Ona görə o biri xəlifələrdən başı daha yaxşı işləyirdi. İndi xəbis idi başqa bir şey, amma belə deyək, yəni o biri xəlifələrlə müqayisədə daha elmə və Əhl-i Beyt əleyhissalama daha yaxın. Digər cəhətdən Məmunun Əli əleyhissalama və onun övladlarına olan bağlılığı, məhəbbəti digər xəlifələrdən fərq eləyirdi. Hakimiyyət şirindir, hakimiyyətindən ötürü imamın başını kəsir, imamı öldürür, o başqa bir şeydir. Atası Harun deyirdi, Məmuna deyirdi, sən oğlum da bilsəm diri-diri mənim əgər mən diriliyimdə, sağlığımda, üstuluğuma göz dikmirsən, sən də öldürürəm. Əl-mulku əqim. Mülk əqimdir, ata oğul tanımır. Kim gəldi ora?